Niyə işlərimizi təxirə salırıq? Tənbəl olduğumuzdan? Xeyr. Qorxu hissi, uğursuzluq və inamsızlıq. Əşi sabah eləyərik. Sabah isə tələdir. Özümüz özümüzü alladırıq. Sabah gəlir çatır. Sabah deyirik ki, əşi birisi gün eləyərik və belə bu işi görmürük. Təxirə salırıq. Bəs həll yolu nədir? Bu videonu axıra qədər izləyin, bəyənin, paylaşın. Kanala abunə olmağı unutmayın. Hansısa bir işə başlamaq istəyirsinizsə və təxirə salırsınızsa, bu iş barədə kiçik addımlar atmağa başlayın və əsas odur ki, başlayın. Çünki biz bir işə başlayandan sonra isə avtomatik olaraq beynimiz öz proqramını qurur bu işin finişinə, axır nəticəsinə. Və biz başlayırıq nəticəyə odaqlanmağa, beynimiz başlayır nəticə haqqında fikirləşməyə və biz işimizi təxirə salmırıq. Yadınıza saxlayın, kiçik addımlarla başlayın, sabaha saxlamayın. Durun ayağı, bu dəqiqədən başlayın hansısa iş, təxirə saldığınız işin barəsində kiçik addımlar atmağa. Və özünüz görəcəksiniz ki, hər atdığınız addım, hər balaca uğur avtomatik olaraq beynimizdə dopamin, xoşbəxtlik hormonu başlayır üzə verməyə və biz xoşbəxt halda başlayırıq yeni addımlar atmağa o iş üzərə. Bu mövzu haqqında öz şəxsi fikirlərinizlə və başınıza gələn hadisələrlə şərh bölməsində bölüşün.